söyləmsən əməkdaşlarımıza? Demin sənin böyük arzun var. De də. De. Deyim orada. Mənim ən böyük arzum, yəni atamla anamın 3 ilin 40'ını yasın verməkdə, yəni belə. Bir faciə deyilmi? Baxın, bir uşaq adətən övladlar deyirlər ki, valideynin biraz daha çox yaşasın, onu daha çox görün, xəstə də olsa nəfəsi getsin, gəlsin, evdə olsun, bilim ki, evdə bir hənirti var, valideynim yanındadır. Amma ən böyük faciə bu deyilmi ki, yəni insan valideynlərinin 3-ünü, 7-sini və 40'ını arzulasın ki, bunu görməyi mənə nəsib elədi ya. Yəni, düşünün, görün, insanı hansı alır? Bəlkə bu uşağın çatışmayan tərəfləri var, mən bilmirəm. Yəni, valideynləri, onu dünyaya gətirən qadınla kişi